Azal təyyarəsinin Aktau yaxınlığında qəzaya uğradığı yerdə xatirə meydançası yaradılıb. Bu barədə sosial şəbəkədə video paylaşılıb. Həmin əraziyə oturacaqlar quraşdırılıb, hasara alınan hissədə isə güllər əkilib. Xatırladaq ki, Azal təyyarəsi ötən il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayıb. Hadisə baş verən vaxt hava gəmisinin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub. Onlardan 38-i həlak olub. Prezident İlham Əliyevin imzaladığı sərəncamla həlak olmuş pilotlar İqor Kişinyakin, Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyevaya Azərbaycanın milli qəhrəmanı adı verilib.